Təması sevməmək travmadır. Bir insanın toxunulmağa sevməməsi travmadırmı? Sualı çox verilir. Əslində bu davranışın tək bir səbəbi olmur. Bəzi insanlar sadəcə şəxsi sərhədlərinə daha həssasdır. Yəni danışarkən yaxın durulmasını, tez-tez toxunulmasını komfortlu hiss etmirlər. Bu xarakter və temperament fərqi ola bilər. Amma bəzi hallarda bunun altında emosional və travmatik səbəblər də dayanır. Xüsusilə uşaqlıqda sərhədlərinə hörmət olunmayan, məcburi təmasa məruz qalan və yaxud da erkən dövrdə emosional və fiziki az təmas olunarsa, sonradan toxunuşa qarşı daha həssas reaksiya verə bilirlər. Burada vacib olan bir məqam var. Toxunmağı sevməmək avtomatik olaraq psixoloji problem demək deyil. Əsas fərq ondadır ki, insan sadəcə narahat olur, yoxsa bunun yanında güclü qorxu, aqressiya, panika, yaxınlıqdan qaçma kimi reaksiyalar da yaşanır. Çünki hər insanın fiziki təmasa münasibəti fərqlidir və buna hörmət etmək lazımdır. Sizin bu mövzuda fikirləriniz nələrdir? Şərhlərdə yaza bilərsiniz.